proqramdan sonra məndə nə dəyişəcək? Çoxumuzun zehnində olan bir sualdır, haqlı olaraq və bunun mən deyərdim ki, çox cavabı ola bilər də, tək bir cavabı budur əslində, seçim eləyə biləcəksən. Reaksiya yerinə seçim eləyəcəksən. Bax, məsələn, normalda kimsə sənə nəsə deyir və sən həmən bir reaksiya verirsən. Ya ağlaya bilərsən, ya soyuqlaşa bilərsən, uzaqlaşa bilərsən və yaxud da qəlbin qırılıb, amma aqressivləşirsən həmin anda, aqressiv bir reaksiya verirsən. Ya da biri səndən yaxınlaşmağa başlayır və sən qaçaraq uzaqlaşırsan. Bax, bunlar sənin özündən asılı olmadan verdiyin, qoruma məqsədli verdiyin reaksiyalardır. Bu proqramdan sonra dəyişən də məhz bu reaksiyaların olacaq. Çünki bu reaksiyalar artıq şuursuz bir yerdən, daha doğrusu şuur altından verilən bir reaksiya olmaqdan çıxacaq, şuurlu bir seçim halına gələcək. Yəni, yetişkin kimi hiss eləməyə başlayacaqsan, yetişkin seçimlər eləyəcəksən və yetişkin olmaq yolunda irəliləyəcəksən. Bu çox önəmlidir. Burada bir məsələ var. Qoruma mexanizmləri proqramı artıq bilirsən, hisslər məktəbinin ayrılıqda satışda olan bir hissəsidir. Amma hisslər məktəbinin məqsədi nə idi bilirsən, bu sənin yadındadır. Hisslər məktəbi uşaq vaxtında böyüdülə bilməyən yetişkinlər üçündür. Yəni, mən uşaq vaxtında kifayət qədər diqqət almamışamsa, kifayət qədər, yəni beynimin və psixologiyamın inkişafı üçün o güvənli şərait olmayıbsa və mən yetişkin olaraq hazırda əziyyət çəkirəmsə, hisslər məktəbi bununla işləyir. Yəni, səni alır oradan və böyüdür. Qoruma mexanizmləri hisslər məktəbinin parçasıdır. Və günün sonunda qoruma mexanizmları da eyni məqsədə xidmət edir və bu çox qiymətlidir. Yəni, uzun sözün qısası bu proqramdan sonra nə dəyişəcək? Reaksiyaların seçim halına gəlməyə başlayacaq, seçim eləyəcəksən və bəli, dediyim kimi bu yetişkinlik yolunda atılan ən böyük addımlardan biridir. Yəni, əgər sən bu dəqiqə 30 yaşındasansa və psixoloji olaraq 23 yaşında hiss edirsənsə, məsələn, və yaxud da 40 yaşındasın, amma psixoloji olaraq 30 yaşında hiss edirsənsə və özünü böyütməyi arzuluyursansa, bioloji yaşında hiss eləməyi arzuluyursansa, yetişkin olmaq arzuluyursansa, bu proqram sənin üçündür. Növbəti suala keçək.